Salam dostlar. Klarnet nəfəslə çalınan musiqi alətidir. Orkestrlərin tərkibinə daxil olan əsas alətlərdən biridir. Klarnet İtalyanca clarinetto sözündən götürülür. Clarinetto kiçik klarina deməkdir. Klarina isə latıncadan clarus. Clarus isə bizim dildə aydın deməkdir. Yəni aydın səs kimi tərcümə olunur. Klarnet ağacdan hazırlanmış nəfəs aləti olaraq 1690-cı ildə Alman musiqi ustası Johann Christoph Wagner tərəfindən ixtira olunmuşdur. Əvvəllər klapanlar cəmsi 2 oldu. Yəni klarnetdə 2 klapan oldu və illər keçdikcə, zaman keçdikcə təkmilləşərək 1790-cı illərdə klarnetin klasik modelini yaratmışlar. Klarneti ilk dəfə orkestrə dahi Mozart gətirmişdir və sonralar tanınmış bəstəkarlar öz əsərlərində əsas partiyaları səsləndirmək üçün klarnetdən geniş istifadə eləmişdilər. Yəni öz əsərlərində ona çox yer ayırmışdılar. Klarnetin quruluşuna gəldikdə, klarnetin quruluşu silindr şəkilli boru formasında və üzərinə klapan sistemləri təchiz olunmuşdur. Bir də qamışla idarə olunan, qamışla çalınan müşlükdən ibarətdir. Klarnetin uzunluğu təxminən 70 sm-dir. Klarnetin diapazonu kiçik oktavanın re notundan 3-cü oktavanın la notuna kimi dayanır. Adətən ansambllarda və orkestrlərdə A və B kökündə olan klarnetlərdən istifadə edilir. Klarnet 4 müxtəlif növdən ibarətdir. Böyük klarnet, kiçik klarnet, bas klarnet və alt klarnet. Klarnet hal-hazırda 2 sistemdə istehsal olunur. Əsası Alman sistemi olaraq və digəri isə fransız sistemi olaraq. Yəni o fransız sistemi ilə Alman sistemi arasında dillərdə biraz fərqlər var. Yəni az fərq eləyir, amma ki o sistem ayrıdır. Əsası odur ki, Azərbaycanda ən çox yayılan Alman sistemi. Yəni, Alman sistemindən istifadə edirlər. Sağ olun.